Özünü daim yorğun hiss edirsən? Bunun səbəbi yatarkən bu səhvləri etməyindir. Sən də öyrən. Elə isə başlayaq. Kanalımıza dəstək olmaq üçün videonu bəyənib abunə olmağı unutmayın. Birinci səhv: qeyri-sabit yuxu rejimi. İş günlərində səhər saat 6-da oyanıb, sonra həftə sonu birdən-birə günortaya qədər yatmaq xoş hiss olunur. Əslində isə bu özünüzə böyük bir zərbədir. Bədəniniz bioloji saat üzərində işləyir. Bioloji saat nə vaxt oyaq, nə vaxt yuxulu hiss etməli olduğunu tənzimləyən daxili bir saat kimi işləyir. Bu saat sabitlik tələb edir. Həftə sonları yuxu rejimini 4-5 saat dəyişdirdikdə əslində bioloji saatınızı alt-üst etmiş olursan. Tədqiqatçılar bunu sosial jetlag adlandırır və bu milyonlarla insanı yorğun salır. Həll yolu cansıxıcıdır, amma effektivdir. Həftə sonları da daxil olmaqla hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmağı tələb edir. Beləliklə, gecə gec yatsan belə, bədənin buna uyğunlaşacaq. Niyə yata bilmədiyini düşünərək səhər saat 2-yə qədər oyaq uzanmaq əvəzinə bir vaxt sonra öyrəşdiyin vaxtlarda yuxun gəlməyə başlayacaq. İlk bir neçə həftə sonu çox ağır hiss olunacaq. Uzanmaq istəyəcəksən, amma bir neçə həftəlik sabitlikdən sonra hər şey dəyişir. Əslində istirahət etmiş hiss edəcəksən. 3 dəfə zəng edən siqnallarla oyanmağı dayandıracaqsan. Bədənin məcbur qalmadan nə vaxt yatmağı, nə vaxt oyanmağı biləcək.